Belə bir təhlil məsələsi var. Bu məsələ əvvəllərdə çox düşüb. Ümumiyyətlə, DİM-in köhnə 2015, sağlamamsa 2015-ci il buraxılışında da var bu testin. Sadəcə orada biraz səhv eləmirəmsə karateci kimdir onu soruşma. Hər dəfə dəyişilir bu. Bu tip məsələləri əsasən cədvəl formasında yazmaq daha yaxşı olur. Deməli, belə bir cədvəl yaradaq. Beş nəfərdirsə 1, 2, 3, 4, 5 plan boş saxlayaq da. Kimlərdir? Anar, rəngini dəyişək. Buradan dəyişmə. Eyvək, deməli, Anar, gəldik Kamal, Rasim, Samir və Elnur. Peşələri isə müəllim, karateci, buna K-R yazaq, rəqqas, R-Q yazaq, proqramçı, basketbolçu. Və deyir ki, müəllim, karateci, rəqqas. Sükan arxasında müəllim, onun yanında Kamal oturub. O demək ki, Kamal müəllim deyil. Samir arxada Rasim ilə basketbolçunun arasında oturur. Samir deməli basketbolçu deyil. Samir müəllim də deyil. Basketbolçu da deyil. Karateci Samir, Elnur basketbolçunun uşaqlarını tanıyır. Samir və Kamal rəqs edə bilmirlər. Deməli, Samir rəqqas da deyil. Deməli, karateci. Karateci olan Samirlə qonşuluqda yaşar. Demək ki, Samir karateci deyil, Samir oldu proqramist. Keçdik Kamala. Kamal onun yanında müəllim oldu. Kamal yenə müəllim deyildi. Kamal proqramist də deyil, çünki Samirdir. Deməli, Sükan arxasında müəllim onun yanında Kamal oturur. Samir arxada basketbolçunun, Rasimlə basketbolçu, deməli, Kamal basketbolçu da deyil. Deməli, deyir axı burada karateci olan Samirlə qonşuluqda Elnur, Samirlə Kamal rəqs edə bilmirlər. O demək ki, Kamal rəqqas da deyil, karateci oldu. Deməli, karatecini soruşurdu, karateci olacaq Kamal.